Qurban sizlərə. Görün biz haralara gəlmişik. Zabrat Kürdəxanı yolunda 1.7 sotun içində 4 otaqlı, tam təmirli, gir yaşa əşyalı ev çıxıb satışa. Evimiz çox gözəl bir yerdədir. Düz qapıya kimi qupquru yoldur. Super vəziyyətdə ev satılır. Həyətimiz də görürsünüz də güllü, çiçəkli. Düz evin konserinə kimi var. Yəni bu elə bir evdir ki, yəni gir yaşa super evdir. Şəhərdə bax evlər sökülür. Gəlin ev paket kupça. Evin də arxasında yan dövrdən keçid var. Padvalı var. Gördüyünüz kimi. Bunun balkonu neydi söz deyər. Keçər evlə tanış olaq. Mətbəx mebelinə kimi, kombisinə kimi qalacaq. İstilik sistemindəki kombi. Bunun bir dənə balkona baxın. Yayda oturub burada. Samavarımız adı qoy iç. Ağaclara bax, güllərə baxın. Bəhbəhdir, bura bəhbəhdir. Keçək bir də evlə tanış olaq. Bax, gördüyünüz kimi koridorumuz çox geniş. Radiatorlar hamısı quraşdırılıb. Yəni yaşayışlı bir evdir. İzləyicilərimiz deyir ki, bizə yaşayışlı ev tapın. Bax, biz də tapdıq sizin üçün. Bu yəni makro evləri getmir ha. Bu əsl yaşayışlı evlərdir. Bax, bu bizim mətbəximiz. Buradan qapı qoyulub balkona çıxmağa. İnşallah mətbəx mebeli də qalır, hər şey qalır burada. 3 dənə yataq otağı var. Bu bir yataq otağı geniş, super vəziyyətdə. Mebellər hamısı qalacaq. Əsl odur bizə takib atın. Bu da bizim bir yataq otağı. Bir də bunun havasına baxın. O pərdələr oynayır. Bura bax, sərinliyə baxın burada. Bu yayda bura sərin olur. Zabrat Kürdəxanı yolun üstündədir. Az da dükkanın arxasında. Bu da bax, sanitar qovşağı, aksesuarlar da hamısı var. İstilik polu da ki, isti poldur. Bu da deski otaqdır. Nəzərdə tutulur, amma böyük bir otaqdır. Hələ bizim zalımıza baxın. Bu zalın genişliyi, gözəlliyi adamı cəlb edir. Bir də buna baxın gözəlliyi. Bəhbəhdir. Yəni Wi-Fi kimi hər şey çəkilib, gir yaş evdir. Qazı, suyu, işığı hamısı daimi, şotiklər də hamısı yerindədir. Qiymət də ki, bax əziz izləyicilər, bir dənə bax burada sual, həmişə qiymət deyirəm. Bu qiymətə, bu evə özünüz qiymət qoyun. Qiymət qoyun, mənə əlaqə saxlayın. Görüm düz deyirsiniz yoxsa yox. Yəni bu evə necə qiymət qoya bilərsiniz? Sağ olun.